Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında martın 21-də Novruz bayramı şənliyi təşkil edilib. Bakı bulvarında keçirilən tədbirdə əvvəlcə Azərbaycan bayraqlarını daşıyan skuterlər Xəzər dənizində dövrə vurublar. Daha sonra ardıcıl olaraq yelkənli qayıqların, kayak, kanoe, akademik avarçəkmə və dragon qayıqlarının sıra ilə keçidi baş tutub. Bulvar ərazisində isə yelkənli qayıq və avarçəkmə üçün xüsusi konsept trenajor alətlərində şəhər sakinlərinə özlərini sınamaq imkanı yaradılıb. Tədbir zamanı uşaqlar üçün də əyləncəli viktorinalar və master klasslar keçirilib. Uşaqlar həmçinin Novruz bayramının ənənələrindən olan yumurta döyüşdürüb şəkər bura bəziyiblər. Musiqi proqramları zamanı paytaxt sakinləri və Bakının qonaqları rəqslərlə əsil bayram ab-havası yaradıblar. Novruz şənliyi sakinlər tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb.